Mən bu hədisi neçə dəfə demişəm sizə. Musa əleyhissalam dua eləyir. Deyir, ya Rəbbəl alimin. Ey alimlərin Rəbbi. Allahı çağırır. Allahdan cavab gəlir, ləbbeyk, eşidirəm. İkinci dəfə deyir, ya Rəbbəl abidin. Ey abidlərin Rəbbi. Allahdan cavab gəlir, ləbbeyk, eşidirəm. Üçüncü dəfə deyir, ya Rəbbəl muznibin. Ay günahkarların Allahı. Üç dəfə səs gəlir, ləbbeyk, ləbbeyk, ləbbeyk. Üç dəfə Allah deyir, eşidirəm, eşidirəm, eşidirəm. Musa əleyhissalam soruşur, mən deyəndə alimlərin Rəbbi bir dəfə cavab verdin. Deyəndə abidlərin Rəbbi bir dəfə cavab verdin. Amma günahkarların Rəbbi dedin 3 dəfə. Allah buyurur ki, alimin elmi var, abidin ibadəti var. Amma mənim günahkar bəndələrimin heç nəyi yoxdur, heç kəsi yoxdur məndən başqa.